Ləzzətli olan mətbəximdən salamlar. Qovurma hazırlamaq Naxçıvanın ən qədim adətlərindən biridir. Lap uşaqlığımdan yadımdadır. Heyvanlar kəsilərdi, bütün qohum-qardaş yığılardı həyətə, sanki böyük bir qonaqlıq vardı. Başqa bölgələrdən olan izləyicilərim yazsın, sizlərdə necə bu adət var yoxsa yox? Bəzi bölgələrimizdə ətin qurudularaq qışa qaxat şəklində hazırlandığını bilirəm. Keçək qovurmanın hazırlanmasına. Əti yaxşı yuyub suda saxladıqdan sonra qazanda kəfir yığılaraq tam pişənə qədər bişiririk. Tam pişdikdən sonra sümüklərini çıxardıb bol yağda və bol duzla qızardırıq. Tam ara-ara qarışdıraraq onun tam qızarıb qıpqırmızı olmasını gözləyirik. Qızarmış ətləri qablara əlavə edib qızartdığımız yağı da üzərinə əlavə edirik. Əgər ehtiyac olduqda əlavə yağdan da istifadə olunur. Biz qavurmanı adətən qoruq yağında hazırlayırıq. Qoruq yağının da hazırlanması videosunu sizinlə mütləq paylaşacağam. Qovurmanın ən əsas saxlama qaydası onun bir tikəsinin belə yağdan çöldə qalmamasıdır.